Qulaq asırıq başla. Bax, buna diqqətlə qulaq asın bu 29-cu suala. Funksiyanın tərcühlüyünə aiddir. Həm tərcühlü, həm də dövrü bura aid ediblər. Dövr də bura aiddir. Bax, burada indi bax mən şərtləri yazıram. Diqqətlə qulaq asın. 100% bu sual tipinlə buraxış imtahanlarıdır, nə bilim, o tekan sınaqları, dimin sınaqları, getlərin hamısının öz əksini tapır. Bax, deyək ki, uşaqlar, fx funksiyası bütün ədəd oxunda təyin olunmuş, dövrü altı olan cüt funksiyadır. Bax, deməli, cüt funksiyadır və dövrü altıdır. Dövrü nədir? 6. Yəni, hər altıdan bir bu neyini təşkillərini var. Bunu qayda xınadətlər bölməsində qısa bir anlayışla xatırladaq sizə, sonra gələk. Bax, belə bir anlayışımız vardır. Deyək ki, uşaqlar, məsəl üçün, 132 üzərində, məsələn deyirəm də, 67. Yadınıza gəlirdi, deyirdik, belə ədədlərin sonuncu rəqəmi nə ilə qutarır? Necə tapırdıq? Qayda ilə xatırlayırdıq ki, qüvvəti bölürdüm 4-ə, 64 bölünürdü, qalıq nə qalırdı? 3. Niyə 4-ə bölürdüm? Dövrü 4 idi, hər 4-dən bir təşərlanırdı. Bunun üzərini 3 yazırdım. 2-nin kubu neçə eləyirdi? 8. Demək, misalın sonuncu rəqəmi nə idi? 8. Dövrə görə tapırdıq da, bunu orada bilirik. Bu xatırlatma eləsin ki, dövrü bilərsiniz. Bax, indi diqqətlə qulaq asaq. Deyir ki, bütün ədəd oxunda təyin olunub cüt funksiyadır. Hər oxuduğumuz sözdən bir ipucunu yazmalıyıq ki, sualda rahatlığını həll edək. Müəllim, indi dedik. F mənfi x bərabərdir. Müsbət f x-də bu necə funksiyadır? Cüt. Deməli, f mənfi 3 versə, biz onun f müsbət 3 kimi qəbul edə bilərik. Mənfil odur. Tamam, bax. İndi adam mənə deyir. Deyir ki, uşaqlar, f2 bərabərdir 5. F mənfi 3 bərabərdir 6. İndi dedim, ha. F mənfi 3 müsbət 6 götürürəmsə, elə bu həm də nə deməkdir? F3 deməkdir də, elə deyil. Bax, məntiqi belə olmalıdır, F3. Düzdürmü? Cüt funksiyadır. Bax, indi davamına baxırıq. Bax, deyək ki, uşaqlar, F mənfi 14 üzərində gəlsin, F mənfi 21 bölünsün, F mənfi 45 minus F mənfi 50. Bax, diqqətlə qulaq asın. Bax, mənim, mən də burada nəyə diqqət eləməliyəm? Bax, uşaqlar, indi deyildim axı, cüt funksiya mənfiləri nə edirdi? Udurdu. Bax, buradakı mənfilər yox olacaq. Çünki cüt funksiya deyil, müsbət F14, F21, F45 və F50 qəbul edə bilərəm. Bura qədər aydındır hamıya. Cüt funksiya olduğundan mənfiləri uddu, hamısı müsbət qaldı. İndi nə lazımdır bizə? Dövrü. Necə taparam dövrü? Dövrü neçədir? 6. Buradakı qiymətlər var, böləcək 6-ya. 14-ü 6-ya bölsə neçə dəfə düşər? 2. Qalıq neçə qalar? 2. Dövrləri atıram uşaqlar, yerinə qalıqları yazıram. 21-i 6-ya bölsəm neçə dəfə düşər? 3 dəfə. Qalıq neçə qalar? 3. Yerinə qalığı yazdım. 45-i 6-ya bölsəm 42, qalıq neçə qalar? 3. 50-ni 6-ya bölsəm 48 bölünər, qalıq neçə qalar?